Gürcüstanda hüquq mühafizə orqanlarının son 2 gün ərzində ölkə miqyasında həyata keçirdiyi araşdırmalar nəticəsində 31 ədəd qanunsuz odlu silah, döyüş sursatı və küllü miqdarda müxtəlif növ narkotik vasitə müsadirə edilib. 39 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin əməkdaşları 24 saatlıq rejimlə cinayətkarlığa qarşı mübarizəni davam etdirir. O cümlədən polis və profilaktik xarakterli tədbirlər həyata keçirirlər. Hüquq mühafizə orqanlarının son 2 gün ərzində ölkə miqyasında keçirdiyi polis və profilaktik tədbirlər nəticəsində 31 ədəd qanunsuz odlu silah, döyüş sursatı və çoxlu sayda müxtəlif növ narkotik vasitə müsadirə edilib. Ümumilikdə 39 nəfər saxlanılıb. Qeyd olunan tədbirlər məhkəmə qərarı əsasında Tbilisidə və Gürcüstanın bütün regionlarında həyata keçirilib. Polis əməkdaşları saxlanılan şəxslərin üzərində yaşayış evlərində, yardımçı tikililərdə və avtomobillərdə aparılan axtarışlar zamanı sübut kimi çoxlu sayda odlu silahlar, əl qumbaraları, daraqlar və yüzlərlə patron aşkar edərək götürüblər. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 260-cı və 273-cü maddələri ilə aparılır ki, bu maddələr 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.